Salam hörmətli izləyicilər. Siz Azi Xəbərin həftəlik buraxılışına baxırsınız. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bu həftə baş verən əsas hadisələr və universitet həyatının gündəmində olan yenilikləri diqqətinizə çatdırırıq. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə təhsil, elmi tədqiqat və laboratoriya fəaliyyəti sahələrində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Laboratoriyaların inkişafı, müasir ölçmə və analiz üsullarının tətbiqi, eləcə də laboratoriya fəaliyyətinin beynəlxalq tələblərə uyğunlaşdırılması məsələlərinə toxunulub. Bununla yanaşı, tələbələrin istehsalat təcrübəsinə cəlb olunması, birgə təlimlərin keçirilməsi və praktiki bacarıqlarının inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib. Tərəflər birgə elmi layihələrin hazırlanması, elmi-praktiki tədbirlərin təşkili və beynəlxalq layihələrdə əməkdaşlıq məsələlərini də müzakirə ediblər. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Tədris Departamentinin İnformasiya və Statistika şöbəsinin müdiri Həcər Eldarovanın həmmüəllifi olduğu elmi araşdırma nüfuzlu Springer nəşriyyatının kitabında dərc olunub. Araşdırmada Azərbaycanın 12 dövlət və özəl ali təhsil müəssisəsində keyfiyyət təminatı sistemlərinin formalaşması və inkişafı təhlil edilib. Tədqiqatda universitetlərdə özünü qiymətləndirmə, akreditasiyaya hazırlıq, maraqlı tərəflərin rəylərinin öyrənilməsi və rəqəmsal məlumatlardan istifadə kimi istiqamətlər araşdırılıb. Araşdırma Azərbaycanın ali təhsil sistemində keyfiyyət təminatı sahəsində formalaşmış təcrübənin beynəlxalq akademik auditoriyaya təqdim olunması baxımından əhəmiyyət daşıyır. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Strasburq Universitetinin birgə doktorantura proqramının doktorantı, UFAZ məzunu Kəmal Bayramovun növbəti elmi məqaləsi Q1 kateqoriyalı Geophysical Research Letters jurnalında dərc olunub. Vulkanik süxurlarda zamanla dəyişən sıxılma adlı tədqiqatda məsaməli vulkanik süxurlarda zaman keçdikcə baş verən sıxılma prosesi araşdırılıb. Təcrübələr zamanı müəyyən edilib ki, süxurlar sabit təzyiq altında zamanla deformasiyaya uğrayır, məsaməlilik azalır və sıxılma prosesi davam edir. Tədqiqatın nəticələri vulkanik sistemlərin uzun müddətli inkişafının, geotermal ehtiyatların xüsusiyyətlərinin və vulkanik təhlükələrin daha yaxşı qiymətləndirilməsi baxımından əhəmiyyətlidir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əməkdaşları Əlövsət Bağırov, Gülbala Ələsgərov, Coşqun Rüstəmzadə və Şəhriyar Bağırovun həmmüəllifi olduqları elmi məqalə Scopusda indekslənən və Q1 kvartilinə daxil olan Energas jurnalında dərc olunub. Səmt neft qazı ilə işləyən dəniz qaz motor kompressorlarında yanma sabitliyi adlı məqalədə neft qaz yataqlarında istifadə olunan qaz motor kompressorlarında yanma prosesinə təsir edən amillər araşdırılıb. Tədqiqat real mədən məlumatlarına əsaslanıb. Araşdırma nəticəsində yanma prosesinin sabitliyini qiymətləndirmək üçün 2 yeni göstərici hazırlanıb və sənaye şəraitində sınaqdan keçirilib. Təklif olunan yanaşmanın avadanlıqların texniki vəziyyətinin əvvəlcədən qiymətləndirilməsi və daha səmərəli idarə olunmasında tətbiqi mümkündür. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin AIRT layihəsi Pakistanın Lahor şəhərində keçirilən World Startup Championship 2026 beynəlxalq startup müsabiqəsində uğur qazanıb. 24-dən çox ölkədən 60-dan çox startupın iştirak etdiyi müsabiqədə AIRT layihəsi dərin texnologiyalar və mühəndislik kateqoriyası üzrə birinci yerə layiq görülüb. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti müsabiqə çərçivəsində keçirilən sərgidə ümumilikdə 4 startup layihəsi ilə təmsil olunub. Universitetin digər startuplarından Student Startup Community 3-cü, SmartFix 5-ci, JobSim AI isə 6-cı yeri tutub. Komandalar tədbir çərçivəsində investor və mentorlarla görüşlər keçiriblər. Layihələrin inkişafı və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nümayəndələri və tələbələri Pakistanın Lahor şəhərində See Pakistan 2026 çərçivəsində keçirilən 2 günlük beynəlxalq təlim proqramında iştirak ediblər. Təlimdə startapların biznes modelinin təkmilləşdirilməsi,
investisiya hazırlığı, beynəlxalq bazarlara çıxış və investorlarla əlaqələrin qurulması mövzuları əhatə olunub. İştirakçılar süni intellekt, iqlim və kənd təsərrüfatı texnologiyaları, rəqəmsal iqtisadiyyat və investisiya cəlbi üzrə müzakirələrdə iştirak edib, ekspert və mentorlarla fərdi görüşlər keçiriblər. Təlim proqramı universitetin komandalarına layihələrini təkmilləşdirmək, beynəlxalq təcrübə mübadiləsi aparmaq və yeni əməkdaşlıq imkanları yaratmaq üçün şərait yaradıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Sabah City layihəsi çərçivəsində yeni təyinatlar həyata keçirilib. Universitetin Elm Departamentinin direktoru Dosent Əli Əlizadəyə Sabah City-nin direktoru vəzifəsinin səlahiyyətləri həvalə olunub. Qeyd edək ki, Əli Əlizadə 2022-ci ildən universitetdə pedaqoji fəaliyyət göstərir. 2025-ci ildən isə elmi fəaliyyətin təşkili və idarə olunması istiqamətində rəhbər vəzifədə çalışır. Yusif İbrahimov isə universitetin nəzdində yaradılan Süni İntellekt İnstitutunun direktoru təyin edilib. O, Strasburq Universiteti ilə ikili diplom proqramı çərçivəsində UFAZ-da kompüter elmləri üzrə bakalavr təhsili alıb. Daha sonra Böyük Britaniyanın York Universitetində kompüter elmləri üzrə doktorantura təhsilini başa vurub. Bununla da Azi Xəbərin bu həftəlik buraxılışını yekunlaşdırırıq. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində baş verən yeniliklərdən xəbərdar olmaq üçün bizi izləməyə davam edin. Növbəti buraxılışda görüşənədək sağ olun.